koç, əlavə səy tələb etməyən işlərə vaxt ayıra bilərsiniz. Yeniliklərə və ya dəyişikliklərə hazır olun. Nə qədər mühafizəkar olsanız da günün tələblərini nəzərə almalısınız. Buğa, səhvlərə yol verməmək üçün tək hərəkət etmək olmaz. Yalnız komanda işi nəticə verəcək və məqsədə tez çatacaqsınız. Həmkarlar vəziyyəti düzgün qiymətləndirə və problemlərin həll yollarını tapa biləcəklər. Əkizlər, tələsmək olmaz, planlarınızı bir daha nəzərdən keçirin. Həddindən artıq yüklənmə sağlamlığınıza mənfi təsir göstərə bilər. Axşam saatlarını ailənizlə birgə keçirmək əhvalınıza müsbət təsir edəcək. Xərçəng, ulduzlar bugün tək qalmağı məsləhət görür. Vaxtınızı yalnız özünüzə həsr edin. Sevdiyiniz işlə də məşğul ola bilərsiniz. Sizi qıcıqlandıran insanlara əhəmiyyət verməyin. Ruhi tarazlığı bərpa etmək lazımdır. Şir, professional sahədə uğurlar sizi müşahidə edəcək. Fəaliyyətiniz yüksək qiymətləndirilir. İctimai tədbirlərdə də fəal iştirak edin. Nitqinizi təkmilləşdirsəz daha yaxşı olar. Qız, həyat yoldaşınızla münasibətlərdə sizi narahat edən bir şey varsa, gecikmədən aydınlaşdırmağa çalışın. Açıq söhbət etməklə bütün şübhələrinizə son qoya bilərsiniz. Qısqanclığınız həddi aşmasın. Tərəzi, işə sərf etdiyiniz saatları bir qədər azaltmağa çalışın. Şəxsi həyatınıza və tərəfdaşınıza diqqət yetirin. Sizin üçün yeni bir mərhələ başlayır. Həyatdan zövq almaq zamanıdır. Əqrəb, pəhrizə başlamaq üçün münasib gündür. Ümumiyyətlə sağlamlığınıza diqqət yetirin. İşdə çətinlik yaranarsa çəkinmədən həmkarlarınıza kömək üçün müraciət edin. Komanda ilə problemləri həll etmək daha asan olacaq. Ox atan, övladlarınız həm də qayğılarınızı artırır. Təmkinli olun, onların şikayətlərini səbirlə dinləyin. Narahatlığa heç bir əsas yoxdur. Hadisələri öz axarına buraxmaq məsləhətdir. Oğlaq, özünüzü məhdudlaşdırmayın. Bu günlərdə etməli olduğunuz yeganə şey boş dayanmamaqdır. Nəhayət ki, uzun müddət təxirə salınmış işlərə girişəcəksiniz. Uğur qazanmaq öz əlinizdədir. Dolça, bütün pullarınızı sərf etmək məqsədi ilə mağazaya tələsməyin. Ulduzlar düşünülməmiş xərc çəkməyə məsləhət görmürlər. Ailə üzvlər və dostlarınızla ünsiyyətə daha çox köklənin. Balıqlar, daha çox ailənizlə vaxt keçirmək istəyirsiniz. Başqa bir şeyə enerji sərf etmək niyyətində deyilsiniz. Bu hərəkətinizdən ətrafdakılar qıcıqlansa da əmin olun ki, ən doğrusunu edirsiniz. Ev işləri ilə məşğul olmaqdan da zövq alacaqsınız.